Bürclər ulduzlarla birbaşa bağlı olan bir məsələdir. İndi bu sahədə mütəxəssis siz olduğunuz üçün siz daha ətraflı məlumat verə bilərsiniz. Yəni mən nə demək istəyirəm? Əski mənbələrdə bəzilərində mən rast gəlmişəm ki, məsələn, Əqrəb bürcünü bəzilərində uğursuz kimi göstəriblər. Tutaq ki, məsələn, xalqımız arasında belə yayılıb ki, may ayında məsələn toy etmək olmaz, evlənmək olmaz. Bəzi dini mənbələrdə məsələn göstərilir ki, hətta hədis də nəql olunur belə ki, güya məsələn, Əqrəb bürcü nəsli, Mərrix ulduzunun, Mars planetinin məsələn doğduğu bir zamanda o dünyaya gələn insanlar olduğu üçün indi o Əqrəb bürcünün xüsusiyyətlərini siz özünüz daha yaxşı bilirsiniz ki, mən də kitablarda oxumuşam, bəzilərində biraz onun mənfi çalarlar göstərirlər ki, Əqrəb bürcündə sancma. Azərbaycanda Əqrəb bürcü doğulmaq daha yaxşı. Sancma filan, hə, yəni bu məsələ belə. Yəni bunu mən sizdən soruşmaq istəyirəm ki, xüsusi olaraq bəzi çaşqınlıq yaranır əhali arasında. Hətta o günü mən görürəm deyirlər ki, məsələn, hətta şadlıq evlərində belə toyların sayının azalması may ayında. Siz bu barədə nə tövsiyə eləyərdiniz? Yəni, bu doğrudurmu ki, may ayında toy etmək həqiqətən bədbəxtçiliyə səbəb olur, yoxsa yox? Yox, mənim, xeyr, heç də elə deyil. Biz astroloqlar bu barədə dəfələrlə bu sualını cavablandırmışıq. May ayında da toy etmək olar. Əqrəb bürc altında da bu bir dildən gələn bir fərziyyədir. Yenə deyirəm ki, ən amalı, onun strategiyası, ən ana xətti bu günlərin xasiyyətlərin, yəni o ünsürlərin bir-birini tamamlamasıdır. Buradan geri o yana yol yoxdur. Ümumiyyətcə, nə qədər ki, bugün Azərbaycanda bu elm gecikir, biz problemlərlə üzləşəcəyik. Mənim deyiləsi sözüm o qədər sinəm doludur ki, mən çaşqınlıq içindəyəm ki, mənə yer vermişsiniz, bu temada danışırıq. Yəni, ümumiyyətcə, bu gecikir Azərbaycana bu elm. Ona görə ki, Azərbaycanda bu elmin yüksək səviyyədə astrologiyanın Azərbaycana gəlməsində yuxarı instansiyaların köməyi olmalıdır. Azərbaycanda astrologiya elminə yer ayrılmalıdır. Bu barədə bizim Firidun Qurbansoy da, Səbuhi müəllim də müraciətlə yanaşıblar, gecikir. Yenə deyirəm ki, astrologiya nə qədər ki Azərbaycana gəlməyib, pərakəndəlik olacaq, özbaşınalıq olacaq, uşaqlar, ailələr dağılacaq, yetim qalacaq uşaqlar, kimsəsizlər, ata-ananın, bir də onun nüansını gətirirəm ki, o dövrdə 7-8 uşağı vardı hər bir ailədə. Problem döyürdü, bir-ikisi ailənin düz gəlməyəndə o. İndi hərənin 1-2 uşağı var. Kim istəməz ki, bir balası xoşbəxt olmasın? Yəni, bu günlərim mənim konsepsiyamdan, biz astroloqların konsepsiyasından vacibdir. Bir nömrəli bir oğlu var. Ana övladı düz evləndirmirsə, elə bir ki, oğul həyatdan getdi. Ya boşanır, ya qız onu, qadın onu zəbt edir. Bir dəfəlik. Sözləri üst-üstə tamamlaya bilmirlər. Ona görə də sizin sualınıza mən dolğun cavab vermədim. Ancaq ümumiyyətcə may ayında toy etmək olar. Allah qoysa bizim bir qohumumuz var, mənə məsləhət gördü. Dedim, mayın da belə ortasında eləmək lazımdır. Elə may ayı ən gözəl aydır. Bahar isti, bahar təravətlidir. Özü may ayında dünyaya gələn insanlar da, aprel ayında, mayında ən istiqamlı, ilıq insanlardır. Onların heç bir problemi yoxdur. Nə mənada ki, Qoç bürcü, Buğa bürcü, bunlar ən enerjikini, ən qəşəng bürcdür. Yəni, həmin ayda da evlənmək, ailə həyatı qurmaq olar, mən sizə belə cavablarım. Çox gözəl, təşəkkür edirəm.